Rəcəb ayının 27-ci günü mübarək Məbəs bayramı qeyd edilir. Məbəs bayramı Həzrət Muhammed sallallahu aleyhi və alihi və səlləm peyğəmbərliyə seçildiyi gündür. Həmin günün səhər çağlarında əziz İslam peyğəmbərinə ilk vəhy nazil olub. Məbəs gecəsi ilin ən fəzilətli gecələrindən, günü isə ən fəzilətli günlərindəndir. İmam Muhammed Təği əleyhissalam buyurur, Rəcəb ayında elə bir gecə vardır ki, günəşin nur saçdığı hər şeydən daha yaxşıdır. Həmin gecə Rəcəb ayının 27-ci gecəsidir ki, onun səhərində Peyğəmbər məbus olmuşdur. Bizim davamçılarımızdan hər kim bu gecənin əməllərini yerinə yetirsə, 60 il əməlin əcrini aparar. Peyğəmbərin besəti, yəni onun Allah tərəfindən risalət məqamına ucaldılması İslam tarixinin ən mühüm hadisələrindən biridir. Qur'an-ı Kərimin nazil olması da məhz bu zamandan, Peyğəmbərin besətindən, ona ilk vəhyin nazil olmasından sonra başlayır. Besət sözü lüğəvi baxımdan ərəb dilindən tərcümədə ucaltmaq, yüksəltmək mənasına gəlir. Termin olaraq isə besət, Allah tərəfindən bir insanın digər insanların hidayəti üçün göndərilməsinə deyilir.